Herkese salam dostlar. Necəsiz? Sizi gördüğümüz için çok şad oldum. Dostlar, bunu da diyeyim ki bu səhvəni artıq siləcəm. Niyə siləcəm? Çünki bəyənilər yetərli deyil, bağış sayı yetərli deyil və abunə yetərli deyil. Ona görə başqa bir səhvə açacağım, yeni səhvə. İndi sizə də adını deyəcəm. O zaman abunə olarsınız girib. Yəni bu səhvədə deyirsiniz ki, bizə dedilər ki, vlog çəkəcəm. Niyə çəkmədi? Çəkdi və çəkmədi. Sözün üstündə durmadı. Xeyr, sözün üstündə durmadım, yox. Mən vlog çəkəcəydim, dostlar. Sadəcə və sadəcə bəyəni sayı az oldu. Mən sizə dediyim şərtlərə siz uymadınız. 8 abunə oldu. Mən 8 abunə ilə nə vlog çəkəm? Vlog çəkənlər 1000 dənə falan, 100 dənə falan abunə ilə, 50 dənə abunə ilə eləyir. Mən bu abunə ilə necə çəkərdim ki? Ona görə də mən sizə dediyim kimi, indi yeni səhvəmdə 2 dənə vlog çəkəcəm. 1 dənə ya 2 dənə və yaxud 3 dənə. Belə vlog çəkəcəm. Sonra da belə deyim, çəkməyəcəm və gözləyəcəm. Abunə olun. Söz verirəm dostlar, hər 5 abunədə yeni gözəl vloglar çəkəcəm. Amma yəni bu abunələr mənə yetərli deyil. Bu bəyənilər mənə yetərli deyil. Yəni ona görə belə dedim, yəni belə bir qərarlar aldım. Məncə aldığım qərarlar da düzdür. Çünki 8 dənə abunə çox pisdir mənim üçün. Başqalarının abunələri məsələn deyirəm. Məsələn yox, elə həqiqətən vlog çəkənlərin 1000 dənə falan da məndəki yetərli abunə sayısı deyil. Ona görə indi dostlar başqa səhifə açacağam. Zəhmət olmasa sizdən də xahişim var ki, girəsiniz, abunə olasınız. Çox sağ olun. Gecəniz xeyir.